Atam yoxdur. Atam özü narkoman olub. Demək olar ki, narkotik istifadəçisi olub və məndən ayrılıb. Demək olar ki, bir 9 ildir onu görmürəm. Və mən elə bir məhəllədə qalıram ki, narkoloji dispanser bizim məhəllədədir. Demək olar ki, gündə 10 dənə, 15 dənə narkoman mənim məhəlləmdən keçir. Hallarını görə bilirəm. Elə narkoman olur, yanında uşaqla keçir. O atasının, uşağının vəziyyətini görə bilirəm. Ona görə heç vaxt o yola əl atmaram, çünki mənim artıq bu yolun necə getdiyini görmüşəm. Mənim dostlarım da var indi, sinif yoldaşlarım da var. Çoxu da bilir ki, mənim bir dənə anam var. Yəni atam yoxdur, bu yol demişəm çoxuna, çünki bunda utanmalı şey yoxdur. Doğrusu bu yoldan çəkindirməkdir onları. Bir-iki dənə dostum olub, məhəllədə dostum olub, siqaret atmaq istəyib, bir dəfə çəkmək istəyiblər. Amma qoymamışam, çünki onlar özləri də məni itirmək istəməz, mən də onları. Ona görə bu yolu onlara izah etmişəm, başa salmışam. Özüm də izah etmişəm ki, məsələn, mənim indi atam yoxdur, bu yoldan istifadə edib, gələcəkdə siz də kimisə atası ola bilərsiniz. Niyə bu yoldan istifadə edirsiniz ki, sizin də uşağınız yollarda qalsın, məsələnin atası olsun?